34-cü testə baxaq. Deməli, bizdən yenə düzgün variant istəyir. Choose the correct variant. Don't worry Alice. Narahat olma Alice. You can finish the project by. Ya sən artıq bu proyeksiyanı özün də bitirə bilərsən. Yourself. Çünki burada bəzən tələbələr götürür Alice-ə görə herself-i, amma burada əmr cümləsidir. İstər inkarla başlasın, istər təsdiqlə. Əmr cümlələri yalnız yourself-lə olur. Ona görə doğru variantımız bizim orada yourself B variantıdır. Sonra 46 ilə 47 var. 46. Choose the correct sentences. Düzgün cümlələri seçək. Reading books helps to improve your vocabulary. ING ilə başlayan sözlərin xəbəri həmişə tək olur. Bir doğrudur. The students of our school was very active in the competition. Ofdan qabaqdakı sözümüz cəmdədir. Bu ümumiyyətcə uzlaşma mövzusudur. Yəni agreement. Students cəm olduğuna görə orada was yox, were olmalıdır. Every student in the classroom has a laptop. Sinifimizdəki hər bir uşağın laptopu var. Deməli, burada indən qabaqdakı söz tək olduğuna görə xəbərimiz tək verilib. Has, doğrudur. Deməli, 1, 1, 3. Hələ ki, bunu saxlayaq. 4-cə baxaq. The trees in the garden provides shade in summer. İndən qabaqdakı sözümüz trees cəmdə olduğuna görə provides yox, provide olmalıdır. Ona görə doğru variantımız 1, bir də 3-dür. Yəni A variantı. Digər testimizə keçək. 54 var. Birlər çıxır. 54. Deməli, before the guests we... 2 dənə boşluğumuz var. Bəli, bağlayıcı olan tərəfə biz şəlli yaza bilmərik. A variantı gedir, Y variantı gedir. Zamanları uzlaşdırmalıyıq. C variantını ona görə yazmırıq ki, arrived keçmiş zamanda da, have cleaned indiki bitmiş zamanda olmaz. D variantını saxlayırıq, Y variantını ümumiyyətcə filə görə yazmırıq. İndi baxırıq. Deyir ki, bir qonaqlar gəlməz çatmazdan əvvəl biz evi təmizləyirik. Yəni, bu zaman baxımından da uyğun gəlmədə. Əvvəl sözündə necə olur? Çatmazdan əvvəl təmizlədik olar. Ya da ki, biz elə ki, qonaqlar gəlməzdən əvvəl evi təmizləyəcəyik. Doğru variant B variantıdır. Sonra